Bəli. Yəni bu o deməkdir ki, sən bir müştərini yox, bir neçə potensial müştərini də o ilə bərabər itirmiş olursan. Deməli, mən bizim biznesdə bütün bu kontakt nöqtələrin siyahılaşdırmışdım. Yalan olmasa bir harası bir 30-40 növü var idi. Tamamilə doğru deyirsiniz. Mən əlbəttə ki, yəni qeyd elədim bəzi sahibkarlar, amma o sahibkarlar ki, bunun əhəmiyyətini anlayırlar, biznesin dayanıqlı olması üçün, uzunmüddətli olması üçün əsas faktorlardan biridir. Və bir sahibkardır. Bizim kafenin yaxınlığında dükanı var. Bizim özümüzün ayrıca bir kitabımız var. Hər kafedə, restoranda, hər obyektdə ayrıca o kitaba qeyd olunsun. Başladıq inşallah. Salam, hər vaxtınız xeyir, xoş gördük sizi. Prospect Cloud ERP-nin dəstəyi ilə Business Talk rubrikasında yenə də biznes haqqında danışacağıq. Bugünkü qonağımız artıq alışdığınız, artıq vərdiş etdiyiniz, söhbətlərindən fayda gördüyünüz İlkin müəllimdir. İlkin müəllim, axşamınız xeyir, xoş gördük. Necəsiz? Xoş gördük, Emin müəllim. Mən də sizi salamlayıram. Eyni zamanda izləyicilərimizi də salamlayıram. Bugünkü görüşümüz müştəri münasibətləri mövzusuna aid olacaq. Ona həsr etmişik. Biz söz verdiyimiz kimi silsiləvi şəkildə mövzuları bir-birinə toxuyaraq biznesin digər istiqamətləri, məsələləri, bölmələrini əhatə edən və sahibkarları, kiçik orta biznes sahibkarları düşündürən mövzulara toxunacağıq. Bugünkü mövzumuz artıq biznes formalaşıb, artıq biznesin müəyyən müştəri bazası var, satışlar gedir, dövriyyəsi var, biznes fəaliyyətdədir və belə bir məqamda əlbəttə ki, satışdan sonra olan müştəri münasibətləri, müştəri əlaqələrinin yaxşılaşdırılması və məmnuniyyəti mövzusudur. Düşünürəm ki, bu mövzu hər bir sahibkar üçün önəmlidir. Nəyə görə önəmlidir? İnşallah bizim bu söhbətimizin əsnasında biz o hissələrə toxunacağıq və hər kəsi deməli diqqətlə bizim görüşümüzə, bu söhbətlərimizə baxmağa, dinləməyə dəvət edirik. Hətta təklif edərdim ki, paylaşın ki, sizin ətrafdakı olan sahibkarlar, dostlar, həmkarlarınız da faydalana bilsin. Elə birbaşa suala keçirəm İlkin müəllim. Bu CRM anlayışı ki var, sahibkarlar belə bunu çox yaxşı bilirlər, tez-tez istifadə edirlər. Amma təsvirlər olsun ki, onunla bağlı az işlər görülür və o terminoloji olaraq biz onu məişətimizdə, biznes məişətində geniş istifadə etsək də, amma reallıqda biznesdə tətbiq edəndə bir sıra problemlərlə üzləşirik və yaxudsa o problemləri oradakı qanunları, əlaqələri riayət etmədən onları biz ortaya, ərsəyə gətiririk. CRM ümumiyyətlə nədir? Müştəri münasibətləri idarə olunması biznesdə nədir və nəyə xidmət edir? Buyursun. Emin bəy, həmişə kimi çox maraqlı mövzulara toxunuruq da sizlə bu görüşlərdə də. Ümumiyyətlə, mənim də ən biznesdə sevdiyim mövzulardan biridir. Müştəri münasibətlərinin idarə olunması, müştəri məmnuniyyəti. Məncə o, belə deyək, ondan başlayaq ki, müştəri məmnuniyyəti özü biznesin əsas KPI-larından, əsas göstəricilərindən biridir. Yəni, məmnun müştərilərin sayı nə qədərdir biznesdə? Biz çox vaxt bunu ölçmürük öz biznesimizdə. Bunun üçün əlbəttə ki, müxtəlif metodlar var. Bunlardan MPC dediyimiz və yaxud MPS, daha doğrusu daha digər alətlər də var ki, bunu ölçək. Amma əsas bunu ölçməyə istəməkdir. Sahibkarın vəzifələrindən biri bu olmalıdır. Biz təəssüf ki, niyyəti olmalıdır. Niyyəti olmalıdır. Biz təəssüf ki, öz biznesimizdə də bəzən buna kifayət qədər və yaxud da arzu olunan qədər önəm vermirik. Amma müştəri məmnuniyyəti ümumiyyətlə biznesin dayanıqlı olması üçün, uzun müddətli olması üçün əsas faktorlardan biridir. Çünki biz bir dəfəlik məhsul satmırıq.
Biz istəyirik ki, müştəri davamlı gəlsin bizim yanımıza. Telefon da alanda ikinci dəfə yenə gəlsin. Restoranlıqsa yeməyə yenə gəlsin. Hələm qohumlarını da, qonaqlarını da gətirsin. Və yaxud da bir proqram təminatı satırıqsa daimi ondan istifadə eləsin. Bu, yəni başda onu qeyd eləmək lazımdır ki, müştəri məmnuniyyəti ümumiyyətlə biznes üçün ən vacib faktorlardan biridir. İkinci məsələ, bəli, dediyimiz kimi, burada satış sonrakı müştəri münasibətlərinə gəlincə, burada məncə ayırmaq lazımdır. Tutalım ki, hansısa biz məhsul satırıqsa, tutalım bir mağazada məhsul satırıq. Bir də var ki, biz xidmət göstəririk müştəriyə. Bir çox hallarda xidmətdə müştəri ilə ilk təmas yalnız ondan sonra satış prosesi başlayır. Tutalım ki, proqram təminatı satırıqsa, müştəri ondan sonra başlayacaq ondan istifadə eləməyə. Amma gəlib dükandan bir telefon alıb gedibsə, ikinci dəfə ola bilər heç gəlməsin. Yəni, buradan çıxış eləsək, o deməkdir ki, biz, yəni o bir dəfə alış edib gedən müştərinin məlumatını da o ilə bərabər itiririk. Bəli. Və müştəri məmnunluğu ümumiyyətlə biznesdə siz çox gözəl bilirsiniz, müştərini tanımaqdan başlayır. Əvvəl bilməliyik ki, kimdir bizim müştərimiz? Və bu tanımaq üçün də müştərini nə etməliyik? Müştərinin məlumatlarını hansısa bir formada toplamalıyıq. Deməli, müştərinin məlumatlarını toplamaq üçün müştəri məlumat bazası lazımdır. Yəni, müştəri münasibətlərini idarə eləmək üçün əvvəl müştərinin məlumatlarını toplamalıyıq. Məsələn, tutalım ki, hamımızın tanıdığı McDonald's müştəri məlumatlarını toplamaq üçün müştərilərinə $10 pulsuz yemək təklif edir. Əgər sən bu anketi dolduracaqsansa, $10 nə istəyirsən sifariş elə götür, pulsuz. Yəni, nə dərəcədə vacibdir ki, hər müştərisinin anketinə $10 verməyə hazırdır. Dəyərli məlumatdır. Deməli, nə dərəcədə vacib məlumatdır, dəyərlidir şirkət üçün, onu başa düşən üçün. Amma məsəl üçün, belə də olur ki, məsələn, biz bir dəfə əlimizdə müştəri məlumat bazası var idi və o məlumat bazasında olan müştərilərə olan xidməti genişləndirmək üçün, onlar üçün yeni imkanlar həmin bizim loyallıq proqramına əlavə eləmək üçün başqa-başqa şirkətlərlə danışıq aparırdıq. İnanın ki, o müştəri məlumat bazasına bir müştəriyə 50 sent belə ödəməyə sahibkarlar hazır deyildi. 50 sent belə. Halbuki orada olan məlumatlar onlar üçün, o belə deyək də, qızıldan qiymətlidir də, yəni artıq sən müştərinin haqqında təsəvvürün olur. Bəli. Əhəmiyyətini başa düşmürlər sahibkarlar ki, o məlumatlar necə bəlkə də İlkin müəllim, burada ola bilsin, bəlkə o məlumatlardan necə istifadə edəcəklər, onlarla necə davranacaqlar, onların biznesinin genişlənməsinə, gəlirlərin artmasına necə xidmət edəcək, bəlkə o haqda məlumatları yoxdur. O istiqamətdə danışsaq, bəlkə də sizin o tanıdığınız, bizim tanıdığımız o dostlar da, o sahibkarlar da o məlumatların dəyərli olduğunu, onlardan necə faydalandığından sonra daha yaxşı anlayarlar. Tamamilə doğru deyirsiniz. Mən əlbəttə ki, qeyd elədim bəzi sahibkarlar. Amma o sahibkarlar ki, bunun əhəmiyyətini anlayırlar, ona pul xərcləyirlər, onlar onun bəhrəsini görürlər. Yəni, bu uzun müddətli bir göstəricidir də. Yəni, bugün mən müştərinin məlumatını əldə elədim, sabah ona xərclədiyim pulu qazanacağım deyə bir şey yoxdur. Amma statistika var. Statistika nə deyir? Statistika deyir ki, yeni müştəri qazanmaq, mövcud müştərini qoruyub saxlamaqdan 5 dəfə baha başa gəlir. Bunu mən demirəm. Statistika deyir, Harvard Business Review deyir və digər araşdırma şirkətləri deyir. Yəni, əgər bu müştərini saxlamaq, artıq bu sənin müştərindir də. Yeni müştəri qazanmaqdan 5 dəfə ucuz başa gəlirsə, asan başa gəlirsə, niyə mən ondan istifadə eləməyim?
O halda əlbəttə ki, dediyimiz kimi müştəri məlumat bazası yaradılmalıdır. Ondan sonra artıq növbəti mərhələdə biz o CRM dediyimiz Hı hı. müştərilərlə münasibətlərin idarə olunması sistemini özümüzdə qurmalıyıq ki, o məlumat bazasından biz necə istifadə edəcəyik. Bunun tətbiqi, praktik tətbiqi çox, yəni belə deyək də, misallar çox göstərmək olar. İndi söhbət əsnasında biz o məqamlara da toxunarıq sizlə. Bəli, elə zəhmət olmasa elə o mövzuya girək ki, məndə müştəri bazası artıq var. Mən Hı hı. deməli İlkin müəllimi dillə bazamı topladım, Hı hazırladım. hı. Artıq fərq etməz. Excel-də və ya xüsusi bir proqramda Hı hı. başlamaq üçün xüsusi bir proqrama da ehtiyac yoxdur. Sadə bir Excel cədvəli, Google Sheet özü kifayət qədər yetərli bir bazadır. Qabağında status yazmaq olar, Hı sayən hı. yazmaq olar, onların kateqoriyalara və çeşidlərə bölmək olar. Orada hansı işlər görə bilərik? Misal üçün ən sadəsindən ad günlərini yazıb təbrik edə bilərik. Və bu tipli məsələlərlə bağlı zəhmət olmasa sizin praktikanızda indi neçə şirkətlərdə siz bir çox şirkətlərdə siz bu məsələni həyata keçirmisiniz biz layihə olaraq ki, müştəri münasibətlərinin yaxşılaşdırılması, e, köhnə müştərilərin təkrar-təkrar biznesə qayıtmasını təmin etmək üçün layihələrdə hansı işlər siz praktik olaraq görmüsünüz? Elə onlara danışsaq, mən düşünürəm ki, Azərbaycan bazarı üçün uyğun gələn elə fəaliyyətlər və işlər olacaq. Zəhmət olmasa o barədə məlumat verərsiniz. Məmnuniyyətlə. Belə deyək, siz doğru qeyd elədiniz. Yəni ən sadə halda Excel-də müştərinin məlumatını toplamaq olar. Amma bir məsələ var ki, təbii bunu necə edək ki, müştəri bunu özü məmnuniyyətlə eləsin. Yəni hər adam öz məlumatını vermir. Təbiidir. Elə belə müştəri gəlir bizdən nəsə alırsa biz ona desək ki, siz neçənci ildə anadan olmusunuz, hansı tarixdə, ola bilər məlumatı verməsin. B2C, Deməli, B2C-də çətindir. B2C-də çətindir, amma çox vacibdir. Misal üçün, mən bir şirkətdə, bir holdingdə yeni işə başlayanda müəyyən elədim ki, B2C sahəsində çalışan, parakəndə sektorla çalışan 3 dənə ayrı-ayrı şirkət var və heç birinin də məlumat bazası yoxdur. Və hətta menecerlər özləri deyirlər ki, müəllim, müştəri gəlir bizdən 4-cü dəfədir alış-veriş eləyir. Deyir ki, mən 4-cü dəfədir sizin yanınıza gəlirəm, mənə bir indirim verin də. Yəni müştəri dili ilə artıq deyir. Amma biz nə bilək ki, bu həmin müştəridir, doğrudan da hamını yadda saxlamaq olmur. Biz onda qarşımıza məqsəd qoyduq ki, gəlin müştəri məlumat bazası yaradaq və onun üzərindən dərinə getdikcə sonda qərara gəldik ki, tək sırf müştəri məlumat bazası yaratmaq ayrı-ayrılıqda çətindir. Niyə görə? Müştərinin marağı olmalıdır. Sən nəsə müştəriyə verməlisən ki, o öz məlumatlarını sənə versin. Düzdürmü? Heç kəs elə belə boş yerə istəmir ki, telefon nömrəsini bölüşsün, kimsə aksiya olanda mənə zəng eləsin. Bu indi hər yerdə baş verir. Tutalım ki, hansısa butik mağazadan bir şey alırsansa, sənin nömrün ora düşdüsə, 2 aydan bir, 3 aydan bir sənə zəng vuracaqlar ki, təzə kolleksiyamız gəlib falan. Müştərilər artıq bunu bilirlər və çoxsu da ona vaxt sərf eləmək istəmir. Deməli, nə verməliyik müştəriyə ki, müştəri məlumat bazasında onun məlumatlarını əldə eləməyə müştəri özü könüllü sürətdə getsin, maraqlı olsun. O zaman biz qərara gəldik ki, müştəri loyallıq proqramı yaradaq. Loyallıq proqramında da müştəriyə verdiyimiz nədir? Biz deyirik ki, bonus almaq istəyirsinizmi bizdən? Bizlə əməkdaşlıq edirsiniz, bilirik tez-tez gəlirsiniz, məmnunsunuzmu və s. Bu halda əlbəttə ki, müştəri əlbəttə nəyə görə mən gələn dəfə gələndə hər alış-verişimdən müəyyən bonus qazanacam, yəni müəyyən endirim əldə edəcəm. Bu müştərini sövq edir ki, hə, öz telefon nömrəsini və yaxud ad familiyasını və yaxud ad gününü orada qeyd eləsin. Əslində müştəridən çox məlumat almağa da ehtiyac olmur onda. Bunları qeyd eləsə kifayət edir. Çünki sonradan qalan bütün məlumatlar müştərinin bizi ilə apardığı əməliyyatlardan öz-özünə toplanmağa başlayır. Öz əksini tapır. Bəli, o sistemə qoşmaq da əsas müştəridir. O da bizə nə verir? Əlbəttə ki, misal üçün deyək, mənim 5000 müştəri
bazam var. E, Mən yeni bir dükan açmaq istəyirəm. İstəyirəm ki, müştərilərimə məlumat verim. Əgər o sistemdirsə, məsəl üçün indi çox rahatdır. Məsələn, biz o vaxt eləyəndə nadir hallarda var idi. Ancaq indi hamıda mobil tətbiq qurmaq, mobil tətbiqə yerləşdirmək, bu çox rahatdır. Çünki hər müştəri bonus kartını və yaxud da başqa bir aləti cibində gəzdirmək istəmir, amma telefonda hamıda telefon var və hamı telefonda rahatlıqla onu istifadə edə bilir. Müştərinin rahatlığını düşünərək bunu müştəriyə verəndə o artıq yəni biz özümüz də əvvəl kartla istifadə edirdik. Sonra görürsən özümüz gedirik həmin şəbəkəyə. Orada deyəndə ki, mənim bonus kartınız yanınızdadır. Ay yadımdan çıxıb maşında qalıb, ay evdə qalıb. Yəni işləmirdi. Amma mobil tətbiqə keçəndən sonra çox rahatlaşdı. Deməli, mobil tətbiqdə müştəri sizin mobil tətbiqi yüklədisə, artıq nə deməkdir? Onun hər hərəkətində o istifadə elədikcə onun məlumatları bizdə yığılacaq. Bu məlumatlar da həm müştəri özü üçün orada bonuslar toplayır və eyni zamanda o bizim dediyimiz müştəri ilə əlaqə məsələsi. Bu daha yaxşıdır ki, omni channel deyirlər. Yəni çox kanallı müştəri ilə əlaqə olsun. Müştəri istəyəndə e-mail yazsın, istəyəndə telefonla zəng eləsin, istəyəndə o call centerə qısa nömrə ilə zəng vursun və yaxud başqa formalarda Facebookda rəy yazsın. Yəni bunlar hamısı əlbəttə ki, bir fəlsəfənin içində olmalıdır. O fəlsəfə də nəyə görə vacibdir? Mən hesab edirəm ki, yaxşı olar ki, müştəri məmnuniyyətini, müştəri məlumat bazasını yaratmamışdan əvvəl bu fəlsəfəni özümüz üçün sahibkar kimi müəyyən eləməliyik ki, mən bunu necə görürəm, nəyə nail olmaq istəyirəm, hansı yollarla bunu eləyəcəm və ondan sonra o detallara, texniki məsələlərə keçmək daha məqsədə uyğun olar. Əla. Bu sizin dediyiniz deməli məsələnin içində xüsusi bir haşiyəyə çatmaq istəyirəm ki, hətta tövsiyə edirəm ki, bunu bir ev tapşırığı demək istəmirəm. Hər halda bir e, özü üçün bir misal kimi qeyd edə bilərlər. Siz çox doğru qeyd etdiniz ki, baza varsa, baza formalaşdı. Müştəri ilə olan bütün kommunikasiya xəttlərinin qurulması vacibdir ki, biz müştəriyə əlçatan olaq. Və Bəli. siz sistem qura bilərsiniz, bonus sistemi də qura bilərsiniz, müştəri üçün müəyyən güzəştlər və sair məsələlər qura bilərsiniz, adam da ayıra bilərsiniz. Supportda ki 24/7 buna cavab verərsiniz. Yeri gəlmişkən bu mövzuya da gələcəyik. Amma sizin o kommunikasiya, rabitə kanallarınız kifayət qədər azdır ya da ki işlək vəziyyətdə deyilsə, əlbəttə ki siz o arxa ofisdə bütün bu imkanları, siyasəti qursaz da, front ofisdə də bunları deməli adamlar da ayırsaz da, o sizə əgər çata bilmirsə, deməli o yoxdur. Ona görə buradan elə biz sahibkarlara deyirik ki, sizin şirkətinizlə, sizin məhsulunuzla, sizin xidmətinizlə, sizin mağazanızla, fərq etməz, sizin obyektinizlə müştəri hansı kontaktlarla gələ bilər, onları elə indidən götürürsünüz, bir dənə siyahı tutursunuz. Bəli. Bunlar Amin. kontakt nöqtələri deyirlər də o al. Sayt kontakt nöqtəsidir, Facebook kontakt nöqtəsidir, Instagram kontakt nöqtəsidir, TikTok və bütün sosial şəbəkələr adlarının hamısını sadalamaq istəmirəm. Şəhər telefonu kontakt nöqtəsidir. Menecerlərinizin mobil telefonları kontakt nöqtəsidir. Yəni bütün bu kontakt nöqtələri sadəcə görürsünüz, müştəri sizə neçə kanalla, neçə yolla, call center kontakt nöqtəsidir. Bu kanalların sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Bir də ki, bunların işləy vəziyyətini yoxlamaq mütəmadi lazımdır. Deməli, mən bizim biznesdə bütün bu kontakt nöqtələrin siyahılaşdırmışdım. Yalan olmasa bir harası bir 30-40 növü var idi. Bütün sosial şəbəkələri nəzərə alsaq. Və hətta nəzarət meneceri adlı bizdə bir pozisiya vardı. Kontrol menecer. Bu haqda da inşallah bir də görüşlərdə danışarıq. Bu nə üçündür, biznes üçün nə qədər vacibdir. Bütün tapşırıqların, biznes proseslərinin vaxtında icra olmasına nəzarət edən bir qurum və ya şəxs. Yəni sizdə şəxs ola bilər. Səhər tezdən həmin o kontrol menecer
pozisiyasında olan şəxs, oğlan və yaxudsa qız, bəy yaxudsa xanım bütün o nömrələrə bir-bir yazırdı və ona cavab verməli idilər. Rus sözü olmasın, prazvonka elirdi. Yəni birdən müştəri oradan zəng vursa, yazsa, yığsa, nə isə etsə, bu işləyir yoxsa işləmir. İşləyirsə və günün hər gündə orada bir checklist vardı ki, işləyir, işləyir, işləyir. Yəni müştəri üçün bu rabitə kanalları açıqdır və buna operativ, dərhal cavab verən insanlar da var. Ona görə də kontakt nöqtələrinizin siyahısını tutuz, onları artırız və onları nəzarətə götürün. Elə vaxt ola bilər ki, siz sistem qura bilərsiniz, amma sizə müştəri çatmayınca sistemimizin heç bir mahiyyəti yoxdur. Və bunu xüsusi vurğulamaq istərdim. E, Bir də ki, bizim növbəti sualımız və yaxudsa istiqamətimiz harada ki, müştəri münasibətlərini yaxşılaşdıra bilərik. Bu əlbəttə ki, məhsulumuz və xidmətimizlə bağlı, bayaq danışdığımız o kanallar vasitəsilə birbaşa və yaxud dolayısıyla yolla müştərilərin feedbacklər necə emal olunmalıdır, biz onları necə onları işlənməliyik, onları icra edəndən sonra müştəriyə bunu geri dönüşü hansı mexanizmlər olmalıdır, müddəti nə qədər olmalıdır, bu barədə zəhmət olmasa məlumat verir. Ona ki, biz bilirdik ki, müştəri əgər məhsulumuzun, xidmətimizin səviyyəsini artırmaqda iştirak edirsə, biz onu cəlb edə bilmişiksə orada və yoxsa o həmin rabitəyə deməli açığıqsa çox yaxşı bir şeydir o. Ona görə ki, məhz o öz zövqünə, istəyinə, tələbatlarına uyğun olaraq səni görmək istəyir, sənə məhsulu görmək istəyir. Bu çox önəmli bir məsələdir. Ona görə bu istiqamətdə feedbackləri necə emal etmək lazımdır, qaydaları necədir, metodları necədir? Zəhmət olmasa bu barədə də danışaq. Çox vacibdir, əlbəttə. Deməli, bunların müxtəlif metodları ola bilər. Biznesdən biznesə bu dəyişir. Bəli. B2B sektordasan, B2C sektordasan, hansı sektorda çalışırsan, müştəri sayı nə qədərdir və s. deyə. Məsələn, bizdə Horeca sektorunda, yəni otel, kafe, restoran sektorunu götürsək, kafe, restoran sektorunda biz nəyi müşahidə elədik? Baxmayaraq ki, hər biri bizim obyektimizdə rəy və təkliflər kitabı var idi. Müştərilər üçün görünən yerdə qoyurduq ki, kimsə birdən öz rəyini yazsın. Çox necə deyirlər, sevindirici olur ki, gəlib orada müsbət rəylər görəndə çox sağ olun, çox məmnun qaldım və s. Bu da sahibkara əlavə motivasiya verir, stimul verir. Bu öz yerində. Amma bizim mentalitetimiz belədir. Biz şikayət eləməyi, yazmağı, dalıca düşməyi sevmirik millət olaraq. Amma narazılığımızı şifahi şəkildə bildiririk. Biz fikirləşdik ki, yaxşı, bu müştərilərin şifahi narazılığını biz necə nəzərə alaq, necə ümumiləşdirək, necə fiks edək. Bir neçə kanallarla əlbəttə eləyirdik. Biri o rəy təklif kitabı idi. Sonra düşündük, hər bir müştəri masasına rəy və bir adım varsa bizə bildir deyə call centerin nömrəsi və e-mail ünvanı. Misal üçün, praktikadan misal deyirəm, bir müştəri gəlib kafedə oturub, sifariş verib, 2 dəqiqə gecikdiriblər bu yeməyini. O da tələsirmiş. Görüb gözü sataşıb ki, stolun üstündə yazılı bir adınız varsa bizə bildirin. Götürüb oraya e-maila deməli yazıb ki, 15 dəqiqədir gözləyirəm, yeməyim gəlmir. Və o sistem elə qurmuşduq ki, hər kafenin özünün e-mailları var idi. İndi biz audit, rəhbərlik, yəni məsul olan şəxslər hər e-maili alırdıq, amma hər restoran, hər kafe özünün e-mailini alırdı da, belə deyək. Və 2 dəqiqədən sonra administrator yaxınlaşır həmin adama, üzr istəyir və onun sifariş elədiyi birinci yeməyin pulunu da almır ona, hədiyyə edir ki, 2 dəqiqə gecikdik və s.
Müştəri də məmnun qalaraq ona demişdi ki, açığı mən o e-maili yazanda heç inanmırdım ki, onu kimsə oxuyur, hələ reaksiya da verəcək. Yəni bu belə deyək, e, ümumiyyətlə mən gələcək görüşlərimizin birində müştəri etirazları və şikayətləri ilə iş mövzusuna toxunmaq istəyərdim. Çox vacib mövzudur. Çox. Bəli. Amma burada elə bu müştəri narazılığını razılığa çevirmək üçün bir səbəbdir. Yəni müştəri əgər ona heç bir reaksiya olmayacaqdısa və yaxud gec reaksiya olacaqdısa, o yeyib çıxıb gedəndən sonra baş verəcəkdirsə, o həmin effekt alınmayacaqdır. Hansını ki, müştəri hələm yeməyi təzə gətirdilər və dalıcı da gəlib ondan üzr istədilər gecikməyə görə və belə reaksiyaya görə müştəri əlbəttə ki, razı qalır. Eyni zamanda başqa siz bayaq qeyd elədiyiniz əlaqə vasitələri var. İndiki zamanda bu vasitələr gündən günə çoxalır, imkanlar çoxalır və artıq belə deyək, həmin xidmətin maliyyəti də aşağı düşür. İndi böyük şirkətlər artıq chatbotlarla, süni intellektlə, insanı əvəz edən müxtəlif alətlərlə bu məsələni o səviyyəyə çatdırırlar ki, müştəri 24 saat, 7 gün istədiyi zaman müraciət edib məlumat ala bilsin və ən azından onun müraciəti qeydə alınsın və ona hansısa bir reaksiya göstərilsin. Bununla yanaşı bu məlumat bazası bizə elə effektlər verə bilir ki, bəzən. Heç biz onu əvvəldən düşünmürdük və belə deyək də, o wow effekti yaradan məsələlər. Mən bir misal da çəkmək istəyirəm praktikada. Biz o sistemi yaradanda, loyallıq sistemini, orada çox güclü bir antifraud sistemi də yaratmışdıq. Yəni antifraud indi bəzi dinləyicilərimiz ola bilər bilmir. Yəni dələduzluğa qarşı, işçilərin ondan sui-istifadəsinə qarşı bir sistem yaratmışdıq. Və biz sistemdən də biri o idi ki, bir restoranda, kafedə bir adam ikinci dəfə gəlib ödəniş eləyirsə, o artıq bizdə onun adı çıxırdı ki, bu adam ikinci dəfə yeyib və bunu yoxlamaq lazımdır. Kameralar, audit vasitəsilə biz bunu yoxlaya bilirdik ki, bu doğrudan da müştəridir, yoxsa müştərinin adından istifadə edərək onun bonuslarını toplamaq istəyən əməkdaşdır və yaxud da dələduzdur. Və belə bir deməli məlumat əsasında gündə həftə ərzində, məsələn, bizdə müxtəlif fraud sistemləri var. Gündə 2 dəfə, həftədə 4 dəfə və s. orada bonusların toplanması, xərclənməsi və s. məsələlər var idi və bir müştəri bizdə görürük ki, bu həftədə 5 dəfə, 6 dəfə yemək yeyir. Elə gün olur 2 dəfə gəlir. Və biz onu təbiidir ki, araşdırırıq və müəyyən olur ki, həmin deməli müştəri Evdən qovulur yəni ki. bir sahibkardır. Bizim kafenin yaxınlığında dükanı var və adam həm bizim yeməkləri xoşlayır, yəni bizim atmosferdən xoşu gəlir. Bütün işçi görüşlərini bizim kafedə keçirilir və ona görə də adam gündə 2 dəfə də gəlir, 3 dəfə də gəlir. Biz onu müəyyən eləyəndən sonra həmin adam üçün xüsusi bir sertifikat hazırladıq, onu dəvət elədik, Facebookda çəkdik, qoyduq. Ona bir ay müddətində istədiyi qədər kofe içən idi, pulsuz kofe içməyi elə bil hədiyyə elədik ona. Bu həm bizim üçün belə deyək, bir reklam xarakterli bir addım oldu, həm də müştərinin məmnunluğunu bir daha artırmış oldu ki, yəni bunu doğrudan da hiss elədilər, gördülər, məni dəyərləndirdilər müştəri kimi və təbiidir ki, o da digər müştərilərə də, digər dost tanışına da bizi tövsiyə edir. O NPC dediyimiz məsələ, Net Promoter Score, bu sırf müştərilərin səviyyəsinə görə qiymətləndirmədir ki, müştərilərin sizə münasibəti necədir? Hansı müştərilərdir? Bu müştəri aktiv müştəridir, sizi başqalarına tövsiyə eləyir, loyal müştəridir, bəyənir sizin məhsulunuzu, brendinizi, keyfiyyətinizi, xidmətinizi. Bu pasiv müştəridir, özü gəlir, gedir, amma heç kimə tövsiyə eləmir, heç kimə heç bir rəy bildirmir və yaxud da bu narazı müştəridir. O deməkdir ki, yəni NPC-ni bilərkən mən heç olmasa müştərilərimin neçə faizinin
məndə loyal müştəri olduğunu, bayaq dedim, məmnun müştəri olduğunu müəyyən edə bilirəm. Bu da o CRM sisteminin bizə verdiyi üstünlüklərdəndir. Yəni bu praktik misalları. Bu MPS ilə bağlı bir deməli çoxları bilir. Hər halda bir də onu qeyd etmək istəyirəm. Mən onunla tanış olanda ilk dəfə, yəni biz sorğu veririk müştəriyə ki, bizim məhsulumuzu, xidmətimizi və ümumiyyətlə bizim şirkətimizi kimlərə tövsiyə edərsiniz də? Və onu 10 ballıq dərəcə ilə qiymətləndirirlər. Yəni dərəcə ilə 0-dan 10-a qədər. Təsəvvür edirsiniz ki, 0-dan 6-ya qədər bu elə baxmayaraq ki 6 deyib də ya da 5 qiymətləndirilmiş, bu tənqidçidir. Bu bizi çox da Bəli, yəni burada hardaca bir gizli etirazlar var. İndi o mövzuya da toxunarıq. Siz yaxşı qeyd etdiniz ki, gizli etirazlarla bağlı, etirazlarla ümumiyyətlə bağlı ayrıca bir görüş etmək lazımdır. 7-dən 8-ə qədər edənlər siz deyən kimi pasiv müştərilərdir. Baxmayaraq ki 7-8 deyir. İndi insan deyir üz-üzdən utanar da. 7-8 qiyməti ilə bu tövsiyəni dəyərləndirib, amma onlar çox güman ki tövsiyə etməyəcəklər. Belə bir nəticəyə gəlib. Yalnız 9 və 10 balla bizi qiymətləndirən müştərilər bu məmnuniyyətin nə boyda bir səviyyəsi, ən pik səviyyəsində olan müştərilər bizi tövsiyə edirlər. Yəni bunu göstərir ki, bu olduqca çətin və mürəkkəb bir məsələdir və o məmnuniyyəti qazanmaq üçün, əldə etmək üçün gərək əlimizdən gələni edək. Və tamam. yaxşı bir nöqtəyə toxundunuz. İkinci buradan çıxartdığım bir haşiyə və altında bir çizgi etmək istəyirəm ki, bizim dinləyicilər də buna xüsusi diqqət ayırsınlar. Siz bazanı topladınız, bu yaxşı bir şeydir. Mütləq bazanı segmentləşdirmək lazımdır. Yəni o fərdi yanaşma bir anlayışı var da bu müştəri məmnuniyyətində. Əgər bir yoldaş, elə sizin misalınızdan götürək, gündə 2 dəfə kafeyə gəlib çörək yeyirsə, ayda bir dəfə kafeyə gəlib çörək yeyən arasında biz bir xüsusi bir yanaşmağımız, proqramımız yoxdursa, bir çox güman ki onu da itirəcəyik. O da birazdan sonra, bir müddətdən sonra ayda bir dəfə gələcək. Bəlkə də ümumiyyətlə gəlmədi. Axı hər bir kəs öz səmimiyyətini, bağlılığını, münasibətini israr edəndə, onu göstərəndə çox güman ki qəlbində bir qarşılıq gözləyir. Dilə gətirsə, gətirməsə də. Və biz o ərk edib və yoxsa ümumiyyətlə sadəcə olaraq giley səviyyəsinə çıxmadan biz gərək tədbir görək. Əks halda o ən sadiq müştərini itirmək çox asandır, bilirsiniz də. Nəyə görə? Bir atalar sözü də var ki, deyir, uman yerdə küsərlər. Bəli, bəli. Sahibkarlar burada çox diqqətli olmalıdır ki, yəni sizi 100 müştəriniz varsa, 1000 müştəri varsa, 10.000 varsa, onlar hamımıza eyni deyil. Nə qədər bu belə egoistik səslənsə də, amma bu faktdır. Sizin əgər 100 müştəriniz varsa, onun elə Pareto qanunu tətbiq etsək, onun elə 20%-i sizin 80% dövrənizi verir. Elə buradan bizə aydın olur ki, o 20% xüsusi bir kateqoriyada olan müştəridir. Onlara bir fərdi yanaşma deməli tələb olunur. Ona görə də bazanı qurandan sonra artıq siz nəyə başlayırsınız? Siz artıq məlumatlar var, datalar var, oradakı hərəkət, münasibətlər var. Siz artıq onların əsasında kateqoriyalara bölürsünüz. Əbəs yerə dip müştəri anlayışı yoxdur. Əbəs yerə, mən bilim, vacib müştəri anlayışı yoxdur. Bax, bunu siz edə bilirsinizsə, əgər öz biznesinizdə müştəriləri kateqoriyaya bölmək kimi məsələyə gəlib çıxmışsa, sizi təbrik etmək olar. Siz doğru yoldasınız. Bəli, bəli. O ki, qaldı. Yəni İtirazlar onlarla bağlı əlbəttə ki, mən tövsiyə edərdim, sual verilsin. Həmişə biz çəkinirik adətən. Düşünürük ki, sual verərik, nəsə cavab verməz. Axı siz doğru deyirsiniz. Bizim mental düşüncədə, bizim bir xalq olaraq həm kiminsə işinə qarışmamaq kimi görünür, həm qarşı tərəf özü təşəbbüskarlıq göstərmir ki, öz rəyini bildirsin. Amma çəkinməyək. Mən elə bu yaxınlarda bizim toplantıların birində, komanda daxili, şirkət daxildə dedim ki, bəlkə də bizim bəzi müştərilər bizi zəif olduğumuzu, işimizin getmədiyini zənn edib düşünərlər. Deyərlər ki,
xeyr ola mən sizi kiməsə tövsiyə etməliyəm. Amma narahat olunuz. Narahat olunuz, biz o məlumatı almalıyıq. Və onu əlbəttə ki, doğru formada çatdırmaq lazımdır ki, bizi kiməsə tövsiyə edə bilərsinizmi? Zəhmət olmazsa bizə 5 kontaktı veririz. Narahat olmaz. Yəni siz kiçik görünə bilərsiniz, amma inanırsınız ki, məmnun müştəri doğrudan da bunu çat. Eyni zamanda siz qeyri-məmnun müştəriləri aşkar edə bilərsiniz. Ona görə ki, müştərilər o biz NPS-də gördüyümüz kimi 7-8 belə balla dəyərlənən müştərilər e, çox da bizi həvəslə digərlərinə tövsiyə etmir. Biz onları aşkarlamalıyıq. Bu baxımdan da bu məsələ çox vacib məsələdir. İnşallah bunun üzərində işləmək lazımdır. İndi bizim o məhsulun yaxşılaşdırması ilə bağlı bir feedbacklər bölməsi var. Mən sizin deməli söz aldım sizdən. Orada keçək zəhmət olmasa o da çox vacib məsələdir ki, bu müştəri bizi tövsiyələri verdi, məsələlərini verdi. Biz ondan sonra komanda daxilində bunu necə işləyirik? Komanda deməli komandaya bu davamlı yaxşılaşdırma, məhsulu, xidməti davamlı yaxşılaşdırma deməli strategiyası, bu hərəkatı necə o aşılayaq ki, yəni bu sistem daim işləsin. Yəni haldan hala, problemdən problemə yox. Problem çıxdı, tez biz başladıq, reaktiv olduq. Necə biz proaktiv olaq? O barədə komanda necə işləmək lazımdır? Komanda hansı düşüncəni, tərzi komanda daxilində yaymaq lazımdır ki, bu korporativ bir mədəniyyətin tərkib hissəsinə dönsün. İki müəllim, siz bu barədə çox komandalar qurmusunuz, o barədə zəhmət olmasa məlumat verərsiniz. E, Tamamilə doğru qeyd elədiniz. Ümumiyyətlə, müştəri xidmətinin keyfiyyətinə, yəni yüksək keyfiyyətinə nail olmaq çox çətin bir işdir. Nəyə görə? Çünki o bir nəfərin işi deyil. Hətta sahibkar ürəkdən arzulasa ki, bunu eləsin, amma onun komandasında 2 nəfər, 3 nəfər, 5 nəfər buna parmaq arası baxsa, son nəticə əldə olunmayacaq. Mən bəzən təlimdə də qeyd edirəm, deyirəm ki, sizin dükana gələn müştəriyə, hətta dükkanı yığışdıran xadimə də müsbət və yaxud mənfi təsir göstərə bilir. Deyirlər, xadimə müştəri ilə ünsiyyətdə olmur ki. Yəni, biz bunu təcrübədən deyirik. Təcrübədə necə olmuşdu? Müştəri gəlmişdi dükana alış-veriş eləməyə. Xadimə də həmin vaxt dükkanı yığışdırır və belə deyək də, təsadüfən müştərinin şalvarını çirkləndirmişdi. Yəni, fikir verməmişdi, bulamışdı. Müştəri narazı qaldı, sözün dedi, heç alış-veriş eləmədi də çıxdı getdi. Problemlər biznesdə həmişə bizi düşünməyə, inkişaf eləməyə vadar edir. Yəni, problem yoxdursa, deməli, nəsə düz getmir. Haradasa ya problemi bizdən gizlədirlər, ya xəbərimiz olmur. Biz ondan sonra qayda qoyduq ki, dükanda müştəri varsa, xadimə gəlib yığışdıra bilməz. Nə vaxt boşluq oldu, sakitlik oldu, müştəri yoxdur, onda hansısa bir yeri təmizləmək olar. Yəni, çünki bu müştəriyə mənfi təsir göstərə bilər. Maneçlik törə. Tamamilə, tamamilə. İkinci məsələ, siz bayaq qeyd elədiniz, yadıma bir şey saldı ki, müştəri məmnuniyyətində, müştərinin məlumatlarını toplamaq, eyni zamanda müştəri məmnuniyyəti niyə vacibdir? Bu saat hamımız bilirik ki, statistika deyir ki, şəhər yerində yaşayan adam gün ərzində 500-dən 1500-ə qədər reklamın bombardımanına məruz qalır. İnterneti açırsan reklam, televizyonu açırsan reklam, radyonu açırsan reklam, nə bilim, hətta metroya yerin altına girirsən, orada da reklamdan qaça bilməzsən. Biz artıq insanlarda nə baş verir? Reklamı görməməzlikdən gəlirlər. Yəni artıq reklam bizə bir şey demir. Yəni küçə reklamları artıq o əvvəlki effektini itirib. Evimizin yanında olan billboardlarda nə yazılıb heç 90%-imiz yadımızda saxlamırıq. Kimin reklamı idi orada heç görmürük onu. Bir də ona o çox içən adam olur, daha təsir eləmir ona. Bəli, bəli. Tamamilə immunitet yaranıb bir növ deyək reklamlara. Və bu halda əlbəttə ki, o reklamlardan daha effektiv olan nədir?
müştəriyə onun dost tanışının verdiyi tövsiyələr və yaxud fikirlər və yaxud rəylər. Yoxlanmış məlumatlar, təsdiq. Tamamilə. Çünki həmin adam, yəni reklam verən tərəf maraqlı tərəfdir də, təbiidir. Və heç kəs reklamda özünün mənfi tərəflərini deməz. O deyir, heç kəs öz ayranına turş deməz. Təbiidir ki, insanlar da bunu başa düşür ki, reklamda hamısı deyir ki, ən yüksək keyfiyyətli xidmət, ən ucuz qiymətlər, ən sərfəli təkliflər. Sürət. Hamı bunu deyir, hamı bunu deyir. Amma bunu mənim bir tanışım, hansının ki, heç bir marağı yoxdur. Marağı olmayan tərəfin dediyi mənim üçün, yəni insan üçün reklamdan daha güclü. Bəli. Ona görə də o ağızdan ağıza deyilən reklamlar, word of mouth deyirlər ona, siz də Tövsiyələr, bilirsiniz. tövsiyələr. Tövsiyələr çox vacibdir. Çünki nəyə görə insanlar bəzən tövsiyə verməkdən çəkinir? Ona görə ki, misal üçün, məndən bir tanışım gəlir, deyir ki, nə bilim, uşağın adını eləmək istəyirəm, hansı restoranı tövsiyə edirsən? Mən o hansısa restoranı tövsiyə edirəmsə, o gedib orada narazı qalanda, yəni razı qalsa mənə bəlkə də çox sağ ol deməyəcək. Amma narazı qalsa deyəcək ki, hara göndərdin məni, bilsəydim başqa yerə gedərdim. Yəni onun məsuliyyəti var deyə. Adam o çalışır ki, deyir, nə bilim, özün bax, daha istəyirsən keçin. Yəni tövsiyə vermək üçün artıq mən o dərəcədə əmin olmalıyam ki, keyfiyyətə. Bəli. Ona görə o 9-10 məsələsi siz bayaqları qeyd elədiniz. Yəni müştəri o qədər əmin olmalıdır ki, keyfiyyətə ürəklə başqasına tövsiyə eləsin. Və bu tövsiyə qızıldan qiymətlidir. Reklamdan bahadır. Reklama xərclənən pullardan daha effektivdir. Ona görə də müştəri məmnuniyyəti üzərində işləməyə dəyər. Bu uzun müddətli bir effekt verən bir məsələdir. Bu məsələni qeyd eləmək istəyirdim. Bir də ki, siz bayaq qeyd elədiniz ki, komandanın bütün təşkilatın səyinin olması. Bütün təşkilatın səyinin olması. Burada da bayaq mən sözümdə başlamışdım. Onu istəyirəm, davam elətdirəm ki, məsələn, kafedə müştəri şifahi narazılıq elədi, çıxdı, getdi. Bu hamı heç kəs tərəfindən qeydə alınmadı. Yazsaydı bir yerə, e-maila yazsaydı, Facebooka yazsaydı, rəy təkliflər kitabına yazsaydı. Amma tənbəldir, müştəri elə sözün deyir, narazılığını bildirir, çıxır gedir. Biz onda qayda qoyduq ki, İstənilən narazılıq, bizim özümüzün ayrıca bir kitabımız var. Hər kafedə, restoranda, hər obyektdə ayrıca o kitaba qeyd olunsun. Amma burada bir məqam var. Ziddiyyət təşkili ilə ki, mən administratoram və yaxud mən supervizoram və yaxud mən ofisantam, müştəri mənim xidmətimlə narazılıq elədi. Mən gedib bunu o kitaba yazacağam mı? Yəni, bu məqamı var. Yəni, ümumiyyətlə, əgər problemləri işçilər rəhbərlikdən gizlədirlərsə, onlar həmin biznesə qarşı işləyirlər. Mənim qənaətimə görə. Mən elə hesab edirəm. Tamamilə doğrudur. Elə sistem qurmaq lazımdır ki, elə atmosfer yaratmaq lazımdır ki, adamlar o narazılığı qeyd eləməkdən çəkinməsinlər. Hətta biz bunun müxtəlif belə deyək də, yollarını da düşünmüşdük, cərimə də qoymuşduq ki, əgər səndən narazılıq ediblərsə, çünki o narazılıq sırf həmin narazılıq deyilən adama aid olmaya da bilər. Misal üçün, o ofisant da yeməyi gətirir, amma yeməyin keyfiyyətinə o cavabdeh deyil, onun duzunun çox olmasına aşpaz cavabdeh deyil, o yox ki. Amma elə ola bilər ki, onun özündən də narazılıq olsun. Biz deyirdik ki, əgər narazılıq varsa, qalın ki, orada bu narazılığa səbəb olan adamı 10 manat ya 20 manat cərimə edək. Amma narazılığı bizdən gizlədən işçini 100 manat cərimə edək. Və bunu da başımıza gəlirdi. Yəni, olmuşdu ki, misal üçün deyək də bir tanış soruşur ki, filan sizin kafe hardadır? Gedmək istəyiyor. Buyurun, gedin. Nə lazımdır? Heç nə lazımdır. Bir şey lazım olsa deyərəm. Adam gedir, sonradan soruşulan ki, necə oldu, nətər keçdi, yaxşı oldu mu, yaxşı qulluq elədilər, razı qaldınız, qalmadınız. Adam bir narazılıq dedi. Narazılıq dedi, yəni belə deyək də, nə bilim,
yadımda qalanı deyirəm. Kahının içindən o yarpaq qurdu çıxdı. E, Narazılığımı bildirdiniz, bəli, bildirdiniz, okey. Ha, biz ne edirik? Auditdə get o kitaba bax gör, narazılıq düşüb ora, düşməyib. Alıp. Düşməyibsə, artıq o dediyimiz məsələ, yəni gizlətmək olmasın deyə. Bəli, Çünki biz vaxtında o narazılığı eşidəndə ona qarşı ölçü götürə bilirik. Onun təkrarlanmaması üçün, digər obyektlərdə bunun baş verməməsi üçün nəsə addımlar ata bilirik. Amma bizim ondan xəbərimiz olmursa, o deməkdir ki, o təkrarlanır, müştəri narazı qalır, çıxır, gedir, bir daha bizim yanımıza gəlmir və bilirsiniz ki, statistika onu deyir ki, insanlar öz narazılıqlarını, razılıqlarına nisbətən 3-5 dəfə daha çox bölüşürlər. bəli. Yəni bu o deməkdir ki, sən bir müştərini yox, bir neçə potensial müştərini də o ilə bərabər itirmiş olursan. Bəli, acığın elə bil acığın çıxırdı da bu pis Bəli, bəli, tamamilə. yaxşı tövsiyələr, yaxşı münasibətlər hələ də istəyir ki, bir də təkrarlansın. Bu bir də təsdiq olsun, doğrudan da elədir. Mənə belə gəlmir ki, bu yaxşıdır. Amma pissə dərhal reaksiya vermək istəyirsə. Sizin dediyiniz məsələdə mənim deməli diqqət çəkdiyim deməli məqam var. O da ondan ibarətdir ki, e, birincisi mən o cərimələr sisteminə heç ürəyim yatmır, açığını deyim. Amma bəzi sahələr var ki, orada etməsən də mümkün deyil. Bəlkə də mən o sahələrdə fəaliyyət göstərməmişəm deyə və bu günə qədər tətbiq etməmişəm. Məhz buna görə də həmişə korporativ ruhun, komanda burada müdaxiləsi, komanda təfəkkürün müştəri yönümlü olması haqqında düşüncədə olmuşam ki, bu cərimələrə ehtiyac qalmasın. Və komanda təfəkkürü olandan sonra bu müştəri münasibətlərində əlbəttə ki, biz bu müştəri ilə bağlı mənim konfliktim varsa, bu demək deyil ki, mən pisəm. Yəni o təfəkkürü yayma. Bu o deməkdir ki, mən hələ yaxşılaşa bilərəm bu istiqamətdə. Bir. İkinci də ki, fürsət var ki, mən bunları aradan qaldırsam, bizim dövriyyəmiz, bizim deməli gəlirlərimiz, mənfəətimiz, maliyyə vəziyyətimiz daha da yaxşı ola bilər və bu da sözsüz ki, mənim əmək haqqıma təsir göstərə bilər. Belə bir düşüncələrdə deməli olan komandalar daha effektiv olur və nəzarəti də daha az alətlər etmək lazımdır. Və burada digər bir məsələ də bizim belə bu kontakt nöqtələrinə aiddir, İlkin müəllim, ki bizlə əlaqəyə girməyə və yaxudsa öz fikrin, sözlərin, rəyini qeyd etməyə, bildirməyə, bizə çatdırmağa bütün kanallar əlçatan olmalıdır, göz qabağında olmalıdır. Və Bəli, sonra edərəm, evə çatıb eləyərəm kimi fikirlər olmamalıdır. Ona görə ki, hadisələr elə sürətlə cərəyan edir ki, biz yolda artıq onu unuda bilərik. Amma içimdəki o mənfi fikir içimdə qala bilər, amma onu ifadə etmədim. Biznesdə ondan xəbəri olmaz və yaxşılaşdırmaq üçün də bir fürsəti olmayacaq. Digər bir məsələ hansı ki, sizin dediklərinizdən mən aşkarladım və bu izləyicilərimiz üçün bunu xüsusi vurğulamaq istəyirəm. Səhv etmirəmsə, ötən görüşlərdə də buna biz toxunduq. Müştəri qayğısına qalmaq, müştəri keyfiyyətli xidmət göstərmək, onun kaprizlərinə dözmək, nəzakətli olmaq əlbəttə ki, impulsiv, emosional, sahibkar təfəkkürünə çox da yaxın bir şey deyil. Sahibkarlara əgər mənfəəti qırağa qoysaq, biznesə o müştəridən gələn xeyri qırağa qoysaq, ona çox rahatdır ki, desin ki, istəmirsən istəmə, get başqa yerdə al. O xarakter elədir də, o bəli, kəndliyi xoşlayır, tez xoşlayır, bir yerdə dayanmağı xoşlamır. Və sahibkarların çoxu elədir. Etiraf eləyək ki, çoxu elədir. Amma bu problem deyil. Biz özümüzə oxşayan bir müştəri məmnuniyyəti ilə məşğul olan insan yox, bunu bacaran və böyük məmnuniyyətlə onun xislətində olan var. İnsan var ki, başına min oyun açsan da əsəbləşməyəcək. Və belə insanları tapmaq lazımdır. Əgər siz bunu edə bilmirsinizsə, bu rolu icra edə bilmirsinizsə, bununla bağlı sizdə bir xüsusi bir yanaşmağınız yoxdursa, problem yoxdur. Onu özünüzə dərd etmir. Əmin ola bilərsiniz ki, ölkədə, şəhərdə, ətrafınızda çoxlu sayda belə insanlar var. Siz özünüzün əksi olaraq belə bir insanları ayırmalısınız müştəri münasibətlərinə. Müştərilər hər bir ifadəni, hər bir baxışı, hər bir hərəkəti yadda saxlayırlar. Bunu bilməlisiniz. Çox həssaslıqla yadda saxlayırlar və müştərinin
deməli, zahiri görünüşünə görə, onun ifadələrinə görə və yaxudsa onun e, müəyyən bir hərəkətlərinə görə biz onun potensialını çox da dəyərləndirə bilmirik. Mən bir misalı çəkmək istəyirəm. Təzə biznes açılmışdı, ilk mağazin idi. Təzə sahibkar, gənc sahibkar, gecə gündüz çalışmaq, o bizim mövzumuz vardı. İlk 12 ayda necə ayaq üstə qalım. Bəli. O dönemdə saat yay ayları idi. Saat artıq yalan olma saat 10 idi. Hər kəs evə gedib də. Mən də mağazinə oturmuşam, hesabatlar edirəm, təkəm, qapı açıqdır. E, Yayda da hava gec qaralır. Təqribən də təzə başlamışdı qaralmağa. E, Və bu vaxt, bu zamanı mağazaya bir deməli e, fəhlə geyimində, üstündə boya, palçıq, belə olan bir geyimdə bir adam tələsik daxil oldu. Təsadüfən o aralarda bizim o mağazada olan küçədə təmir gedirdi. Düşündüm ki, yəni ki o e, nərdivandan enən bir fəhlələrdən biridir. Görür mağazin açıldı, girib içəri. Nəysə deməli maraqlanır, baxır. E, Dedim əhəmiyyət verməyəcəm. O yəni o sahibkarlıq xislətinə əhəmiyyət verməyəcəm. Baxıb gedəcək də. Mənim onsuz da ondan işim yoxdur. Mənim işim hesabatlardır. Dedim yox. Mən satış meneceri burada olsaydı o necə eləyərdi? Mən o elə edərəm. Durdum ayağa, bununla danışdım, nəzakətlə, falanla, onunla, bununla. Onu soruşdu, bunu soruşdu, onun qiymətini dəqiqləşdirdi, onun modellərini soruşdu və 10 dəqiqədən sonra mənə dedi ki, onu, bunu, printeri, kompüteri, monitorun ən böyüyünü, mən bilim filanı yığ, nə qədər eləyir topla. Mən də belə təəccüblə kalkulatoru götürürəm, belə toplayıram. Təqribən 4000 nə qədər? 4000 yadıma gəlir. 4000 nə qədər? Bunlar hazır bağlı şəkildə olanlar var, vitrində olub deyirəm var. Okey, yığ mən 5 dəqiqəyə gəldim. İndi düşünürəm ki, görəsən zarabat edir məndən, yoxsa doğrudan mı? Dedim lənət şeytana. Qoy bunları yığım. Qoşum yığdım, hazırladım, gəldi. Doğrudan da 5-10 dəqiqəyə gəldi. Nə qədər idi? 4000 nə qədər ödədim. Mənə kömək edə bilərsənmi deyir. Deyirəm, edə bilərəm. Yəni də eyni geyimdədir. E, Dedim eləyərəm. Bu qədər pul vermişsən, niyə kömək eləmirsən? Deməli, çıxdıq mağazanın qapısında, gedirdik, keçirik, maşına aparmaq istəyirdi. Deyirəm, yəni ki, qabaqda bir dənə Jiguli var, ona qoyacaq da. Da ağlıma gəlmir ki, yanımda yekə bir cip var, ona yığacaqmış. Onu qoyduq, yerləşdirdik. E, Dedi, bağışla sənin də vaxtımı aldım. E, Mən bağdaydım, işləyirdim. Birdən yadıma düşdü ki, qızımın 10 yaşı tamam mı olur? Ya da ki 15 yaşı. Yubileydi. Elə necə Mərdəkandan sürmüşəm bura gəlmişəm. Yaxşı da siz açırdınız mağazin. Ki o hədiyyə ona söz vermişdim. Yəni müştərinin geyimi əgər məni aldatsaydı, mən o həmin günü o 4000, 5000-ə yaxın ətrafında bir satışı itirərdim. Ona görə də müştərinin rənginə görə yox, onun geyiminə görə yox, onun davranışlarına görə yox, hər bir müştəriyə gərək biz ciddi şəkildə yanaşaq. Və əminəm ki, o müştəri sözsüz ki, gedib elə deyəcək ki, getdim, saat 10-a qədər işləyirdilər. Mənə deməli səbirlə qulaq asdılar, geyinmə fikir vermədilər. Və o qızın da ta ki 15, indi bəlkə də bizi hardasa eşidir, 15 yaşında o təəssürat yarandı ki, belə bir mağaza var, mənim yubileyimə, ad günümə belə bir hədiyyə ilə. Ona görə müştərilərin hər birinə dözmək lazımdır. Əgər sizdə o hövsələ yoxdursa, məndə şəxsən yoxdur, açıq deyim də indi. Amma kimdə o yoxdursa problem yoxdur. Siz elə bir səbirli yoldaş tapırsınız, elə bir əməkdaş tapırsınız ki, mən şükür olsun ki, Prospekt komandasında elə insanları yığa bilmişik. İndi siz də şahidsiniz ki, bizim o təlim menecerləri necə yanaşırlar, necə bizdə bir reqlament var da, o feedbacklərin emalı mövzusudur. İndi bizim misalda mən istəyirəm danışım, elə sizin o Çox vacibdir, bəli. bilgilendirmək üçün ki, bizdə belə reqlament var. Müştəri əgər WhatsApp qrupuna, support qrupuna nəsə yazıbsa, əvvəl sözlə yazınız. Əgər kifayət etmirsə, sual yaranırsa, səslə atınız. Səs kifayət etmirsə, şəkili atınız, proqramdan o fraqmenti atınız. Əgər bu da kifayət etmirsə, video formatında çəkiz, necə əməliyyatı edirsiniz, atınız. Əgər bu da kifayət etmirsə,
Online görür. Online görüş, bilirsiniz, müşteri təcrübəsi buna deyirlər. Bəli, bəli, bəli. Online görüş təklif edirsiniz, 10 dəqiqə qoşulursunuz, başa salırsınız ki, qoy gərginlik yaranmasın, neqativ fikirlər formalaşır, deməsin ki, proqram işləmir. Onun müəyyən proqramda hissələri bilmədiyinə görə düşüncəyə gəlməsin belə. Hətta belə yanlış fikrə gəlməsin ani olaraq. Ona görə ki, insanlarda bir vərdiş var ki, istədiyin ala bilmədi, 10 dəqiqə ərzində fikir formalaşır. O fikir Tamam. qədər biz artıq onun üçün feedbacklərin emalı müştəri münasibətlərində çox vacib bir məsələdir. O kommunikasiya kanalları necə qurulmalıdır, onların sayı çox olmalıdır. Asan yollar təklif edilməlidir hər bir kəsin fərdi. Birində WhatsApp rahatdır. Bizim bir müştəri var, bizim bir WhatsApp qrupu yox, mənə əlverişli deyil. Bunu biz Telegram üzərindən, mən Telegram istifadə edirəm. Okey, onun üçün ancaq Telegram elədik. Bizim onlayn təlimlər, görüşlər Google Meet'in üzərindədir. Biri deyir, mən Zoom istəyirəm. Okey, problem yoxdur. Kommunikasiya sənə uyğun olaraq mən qurmalıyam. Başqa yolum yoxdur ki. Əsas bizim işimiz müştəri məmnuniyyətini təmin etməkdir. Ona görə də elə insanlar tapmaq lazımdır ki, hansı ki bunu həvəslə, böyük sevgi ilə, əxlaq və ədəbi onun xislətindədir. Biz doğrudan da əxlaqı əməkdaşlara öyrədə bilmərik. Biz onu peşəyə öyrədə bilərik. Deyə bilərik ki, düymə buradadır, A, B, C, burada bu işi belə görürsən, elə görürsən. Amma mədəni olmaq, əxlaqlı olmaq bu artıq evdən gələn məsələdir. Bu təbiət elədir. Bu genetikadır da. Ona görə biz bunu dəyişə bilmiriksə, deməli bunları seçməliyik. Bu insanlar, bu tip insanları. Bu çox Tamamilə, məsələdir. tamamilə. Ona görə Baxın, o sizin o bayaq dediyinizin davamı olaraq bəzi bizneslərdə o komandanı qurmaq daha asandır. Niyə görə? E, Yəni komanda kompaktdır, həmfikirdir, mərkəzləşdirilmiş şəkildədir. mərkəzləşdirilmiş şəkildədir. Amma bəzən olur ki, sənin tutalım ki, 30 satış nöqtən var. Bəli. Sənin ondan başqa baş idarən var. Sən Sistem sahibkarsan, sən sistemin elə yerindəsən ki, səninlə müştəri arasında 3-4 səviyyədə əməkdaş var. bəli, Menecer səviyyələri var. Yəni bəli, o zaman sahibkar ümumiyyətlə mən yenə də o hərb sənəti ilə müqayisəyə gətirmək istəyirəm. Elə bil ki, sən generalsan, oturmusan, amma sahədən heç bir xəbərin yoxdur. Sənin əskərin nə yeyir, nə içir, nə geyinir, onu hərəkətə gətirən qüvvə nədir, nə dərəcədə hazırlıqlıdır. Bunları bilmirsənsə, əlbəttə ki, sən necə gözəl strategiya qurursansa qur, nəticə olmayacaq. Çünki silah tuta bilməyən əskər, öyrədilməmiş satıcı, müştərinin dəyərini anlamayan işçi, o sənin bütün zəhmətini yerə vuracaq. Amma bəzən tərsinə də olur. Misal üçün, mən rast gəlmişəm ki, bankın filial müdürü müştəri ilə aralarında narazılıq yaranıb, söz-söhbət yaranıb, az qalıblar əlbəyaxa olsunlar. Bilirsiniz nəyə görə? Ona görə ki, filial müdürü gəlib müştəriyə deyir ki, sən kimsənsə ki, mənim yerimdə gətirib maşın saxlamısan. Təsəvvür edirsiniz? Orada əgər o filial müdürü elə deyirsə, o işçidən nə gözləmək olar? İşçi onda basıb müştərini döysə də ona halal olsun deyəcəklər. Amma yəni burada ona görə deyirəm ki, müştəri xidmətinin keyfiyyətinə nail olmaq çox çətin işdir. Bunu yuxarıdan aşağıya qədər, yəni o Sam Walton'un bir sözü, Walmart şirkətlər qrupunun rəhbəri Sam Walton'un bir sözü yadıma düşür ki, yəni deyir, biznesdə yeganə bir boss var. O da müştəridir. bəli, Çünki o pulunu gedib başqa yerdə xərcləməklə qapıda duran gözətçidən tutmuş prezidentə qədər hamımıza ac qoya bilər. bəli, Yəni sən iş olmayandan sonra istədiyin restoranı açmısan, pul qoymusan, ürəyini qoymusan ora, amma sənin işçin müştəriyə etinasız davranırsa və yaxud içəri ümumiyyətlə müştəri girmirsə, hardan pul qazanacaqsan? bəli. O müştəriləri yəni itirir. Bəzən görürsünüz ki, sahibkarlar doğrudan da hər şeyi mükəmməl eləyir, gəlir işçi götürəndə satış işçisi, əskər elə bil götürürsən döyüşə göndərməyə, amma onun silahı necə tutmağı bacarmır adam. Müştəri ilə ünsiyyət qaydasını bilmir. Siz doğru dediniz, rəhbər bilməyə bilər. Amma satış işçisi, o qədər satış işçinə tələblər var ki, Bəli. CEO-ya o qədər tələb yoxdur. Yəni ona görə deməli müştəri ilə, müştəri xidməti, müştəri üçün sizin şirkətin üzvü kimdir?
kiminlə ki o ünsiyyətdə olur. Bəli. Kim ki onun sualına cavab verir. Ola bilər sahibkar özü çox gözəl insandır, çox müştərini dəyərləndirən adamdır, e, gözəl insandır, amma onun işçisi uyğun o işçi olmayacaqsa, o biznes haqqında təsəvvür yalnız ona görə formalaşacaq. Ona görə o kontakt nöqtələri dediyiniz məsələ, bu çox vacibdir. Çünki təəssürat onların əsasında formalaşır. Heç kəs bilmir ki, sizin nə qədər gəliriniz var. Heç kəs bilmir ki, bu sahibkar yaxşı oğlandı, yoxsa pis oğlandı. Amma biznesi qiymətləndirərkən müştəri öz praktikasına əsaslanır, öz təcrübəsinə əsaslanır. Ona görə də müştəri təcrübəsinə bu saat dünyada ən aparıcı şirkətlər ən çox pul xərclədikləri məsələ müştəri təcrübəsini inkişaf elətdirməsidir. Bəli. Biz bəlkə 10 ildən sonra gələcəyik ona, Azərbaycanda o təcrübəni, amma dünya statistikası onu göstərir. Kim bunu indidən başlasa tətbiq eləməyə, o daha böyük nəticələr əldə edəcək, bu müddəti daha tez keçəcək bu yolu və daha yaxşı mövqelərdə olacaq. Kim gec başa düşəcək, o itirə-itirə gələcək. Çünki belə deyək də, hamımız istəyirik ki, müştəri zəmbilimiz dolu olsun. Amma müştəri zəmbili belə deyirlər ki, altdan deşikdir. Müştəri axır gedir. Kimsə köçür, kimsə başqa yerdə yaşayır, başqa şəhərə köçür, dünyasını dəyişir, nə bilim və s. O deməkdir ki, daim müştəri gəlməlidir ki, sənin müştəri zəmbilin dolu olsun. Müştəri axınının da keyfiyyəti həmin o zəmbildəki dəlik müştəri keyfiyyətinin dərəcəsi ilə ölçülür. Ola bilər ki, müştərilər bir-bir getsin, yəni o təbii axın deyirlər də, təbii axından getsin. Bir də var ki, müştərilər 5-5 getsin. Bir də ayrılırsan ki, zəmbilin boşdur. Sənin artıq o zərərsizlik nöqtəndən aşağıya keçmişsən. Sən artıq gəlirlə işləyən biznesdə artıq ziyana getməyə başlamısan. Yəni, arxayınlaşma bir növ gedir bəzən. Bir də ki, o bir məqamı da mən xüsusi vurğulamaq istəyirəm ki, müştərinin məmnun olması üçün işçilərə səlahiyyət vermək lazım. Məsəl çəkirəm praktikadan. Özüm gəlmişəm bizim obyektlərdən birinə. Saat 10-da dükan bağlanıb. Amma mən oradan nəsə almaq istəyirəm. Görürəm, işıq yanır. Deyirəm, nə yaxşı girim bura. Mən girmişəm içəridə, görürəm ki, bir müştəri ilə satıcı arasında mənfi diyaloq gedir. Soruşuram, nə məsələdir? Deyir, biz müştəri mal almaq istəyir. Mən də kassanı bağlamışam. Kassanı bağlamışam. Dedim, zərər yoxdur. Alarsan, sabahın satışına yazarsan. Problem deyil. Amma kitabda qeyd elə ki, mən kassa bağlanandan sonra satış elədim. Sən müştərini narazı niyə yola sən adam gəlib də, girib içəri də, saat ona 11-ə 1 dəqiqə işləyib, 2 dəqiqə işləyib, sən ona mal satmışsan. Dedim, aç, mənə də bir şey sat, onu da yaz ona. Ondan sonra qayda qoyduq ki, hətta sən bağlamısansa da belə, artıq içəridə müştəri varsa, sən ona xidmət göstərməlisən. Yəni, bu səlahiyyət verilməsi məsələsi və yaxud da, məsələn, kafedə, restoranda nə səlahiyyət vermişdik? Müştəri narazı qaldısa, səlahiyyət vermişdi ki, ona pulsuz kofe ikram eləmək, ona meyvə asartı vermək, ona hansısa bir desertin pulunu almamaq və s. kimi bir səlahiyyət olmalıdır ki, əks təqdirdə o hər şeyi nəzərə almaq olmur və adam da qaydalardan kənara çıxmır, son nəticədə də müştəri narazı qalır. Əla, çox belə geniş və ətraflı praktiki misallarla izah etdiniz. O diqqət çəkən yenə də məqamlar var. Çox qısa toxunaram. Birincisi odur ki, doğrudan mən başa düşürəm bəzi şirkətləri ki, bəzi mağazaları deyək, ya da ki, yaxşı obyektləri deyək ki, iş vaxtımız bitib, sizə sata bilmərik, sizə qulluq edə bilmərik. Hansı bir mağaza gəzir ki, bir belə müştəri gəlsin, bir 5-10 manat ondan alver eləsin. Bəli. Yəni, bəlkə də müştəriləri, özümüz də müştəri olaraq bunu hiss edirik. Ən çox bizi belə lor dillə deyir, yandıran, bizə toxunan məsələ odur ki, gəlmiş nəyisə alanda deyir ki, yox, bağlıdır, kassa işləmir. Bəli, bəli, tamam. Sonra o həmin mağazaya gəlmə şansım sıfırdır. Yəni, ümumiyyətlə mümkün deyil. Əlbəttə ki. Rəqabət var da, 50 dənə başqa şirkətlər var, gedib oradan alış-veriş edir.
Əlaqələr nöqtələrini də yaxşı deməli orada misal çəkdiniz. Mən orada toxunmaq istəyirəm. Əlaqələr nöqtəsi bizim düşünürəm ki, bizim izləyicilər bu günləri oradan yaxşı insight götürəcəklər. Siz demişkən müştərilərin əksəriyyəti, ələxüsus yeni müştəri ümumiyyətlə bilmir. Biz heç keyfiyyətli xidmətimizdən xəbəri yoxdur, məhsuldan xəbəri yoxdur. Bizim neçə ildir fəaliyyət göstərdiyimizdən xəbəri yoxdur. Nə qədər pulumuz var, nə qədər imkanlıyıq, nə qədər uğurluyuq, ondan xəbərimiz yoxdur. Amma ən azından saytı yazıb, sayt açılır, açılmır, artıq bir qiymət verə bilir. Onun əsasında verir. Zəng vurdum, zəng gedir, yoxsa getmir. Gedirsə neçə zəngdən sonra, qudokdan sonra qaldırırlar. Bunlar hamımızı sizin haqqınızda ilkin təəssüratı formalaşdırır. Artıq insanlar başa düşürlər ki, doğrudan da bu şirkət əgər belə bir məsələlərə, adi bir məsələlərə bu qədər diqqətlə, həssaslıqla yanaşırsa, gör bunun məhsulu, xidməti necə olacaq. Artıq o ilkin təəssürat oradan formalaşır. O baxımdan da kontakt nöqtələriniz əgər varsa, keyfiyyətli olmalıdır. Əgər yox işləmirsə, onu söndürür, heç olmasa onu görməsinlər, onun keyfiyyətsiz, nasaz olan halını görməsinlər. Bu çox vacib məsələdir. Siz orada bir də imtahanlar barəsində toxundunuz məsələyə. Bu mövzunu bir 5-10 dəqiqə genişləndirsək məncə yaxşı olar. E, Bizim danışdığımız bütün məsələlər, hansı ki icra olunmasa, onlara riayət olunmasa, əlbəttə ki, müştəri itkilərlə səbəb olar. Yəni imtinalar məhz odur ki, bizdən imtina etdilər. Yəni dünənə qədər bizdən çörək alırdılar, artıq sabahdan digər bir ərzaq dükanından çörək alacaqlar. Dünənə qədər gəlirdilər, misal üçün gəlib Puma mağazinindən Puma alırdılar. Nəysə problem oldu keyfiyyətdə, münasibətlərdə. Sabahdan gedib Adidas alacaq. Artıq brendin belə dəyişir. Nə bilim, Android isə keçdi iOS-a və yaxud Samsung alırdı, keçdi aldı, artıq Xiaomi aldı və sair və ilaxır. Bu məsələdə indi bizim də özümüzün də əlbəttə ki, məhsullarımızla bağlı, ələxüsus ki, biz abunəlik xidməti təklif edirik. Onunla bağlı rejeklər də kifayət qədər olur, imtahanlar deyilik onlara. Bizdə artıq müştəri müəyyən səbəblərdən xidmətdən istifadəsini dayandırır. Burada ən vacib, ən önəmli məsələ sahibkar üçün bundan sonra və yaxud ümumiyyətlə bir müddətdən sonra onun xidmətlərindən istifadə etməyən müştərilərin siyahısını ayrıca bir kateqoriyaya ayırsın. Əlbəttə ki, biz dedik ki, bunun üçün ilk növbədə baza olmalıdır, vahid bir məlumat bazası olmalıdır, biz orada izləməliyik. Müştərilər necə bizdən alver edirlər, necə bizdən ticarət edirlər, onların təkrarlığını yoxlamalıyıq, onların orta çekini görməliyik ki, hansı daha çox alver edir. İki məsələ vardır. Bir orta çekin dəyəridir, belə vacib ölçülən dəyər baxımdan. Bir də ki, tezliyi məsələsidir. Əgər biz onları kateqoriyaya bölə bilmirsə, bu xüsusi müştərisinin orta çeki və tezlik məsələsi vardır. Restoranda gündə 2 dəfə çörək yeyəm. Biz onlara xüsusi münasibət bəslədiyimiz kimi eyni zamanda mən düşünürəm ki, bizdən imtina edənlərin əgər bizdən imtina səbəblərini biz əgər ayıra bilmiriksə bir sahibkar olaraq, bizi ciddi problemlər irəlidə gözləyir. Ona görə ki, bizdə xaotik şəkildə səbəbi bilmədən, qeyri-məlum səbəblərdən insanlar gedir. Axı biz onları bilmədən növbəti bizdə qalan müştərilərin getməsinə necə əngəlləyə bilərik? Bu sual altındadır. Ona görə də buradan biz tövsiyə edərdik ki, siz nə ki sizlə əməkdaşlıq edən, sizdən bugünə qədər mal alan, məhsul alan, xidmətlərinizdən istifadə edən müştəriləri yaxşı tanıyasınız. Ondan da bəlkə vacibi sizlə əməkdaşlığı dayandıran müştəriləri də kateqoriyaya bölərsiniz. Əmin ola bilərsiniz ki, orada onlarla səbəb var. Biz öz biznesimizdə bunu araşdırdıq. Bir də gördük ki, onlarla səbəb var. Hərəsinə bir label qoydu, bu buna görə getdi, bunu burada yaxşılaşdırmalıyıq, bu buna görə getdi. Təsəvvür edin ki, İlkin müəllim, bu da azlıq etdi, bu da azlıq etdi. Nəyə görə? Sən demə, ümumiyyətlə bütün həyatda olduğu kimi səbəblər birdən olmur. Biz düşündük ki, bu səbəbdən gedib, sən demə, bu səbəbdən. Yəni, bir müştərinin imtina səbəbləri bir neçə səbəbdən ola bilər. Məhz bu nöqtələrdə mən düşünürəm ki, biznesin inkişafı, biznesin miqyaslandırılması, biznesin böyüməsi potensialı gizlənib. Əgər bizdən imtina edən müştəriləri düzgün şəkildə araşdırsa, bu barədə zəhmət olmasa
öz təcrübənizdə qısa da olsa məlumat verərsiniz. Çok vacip meseleye dokundunuz. Yani ümumiyyətlə o bayaq kategoriya dedik. İndi biznes terminiyle buna segmentləşdirmə də deyirlər. Müştərilərin davranışlarına görə, tələblərinə görə, imkanlarına görə, istifadə tezliyinə görə, yaşayış yerinə görə və sairə görə segmentləşdirməyə dəyər. Segmentləşdirmə apararkən əlbəttə ki, bizim əvvəlcədən bir planımız olmalıdır ki, mən segmentləşdirməni nə üçün aparıram? Bunun ardınca nə addımlar atacağım? Mənə nə fərqi var ki, bilim mənim müştərilərimin neçə faizi qadındır, neçə faizi kişidir? Və yaxud da mənə nə fərqi var, bilim ki, mənim müştərilərim Bakının hansı ərazisində yaşayırlar? Əgər bunun cavablarını özümüzə cavab verə biliriksə ki, fərqi ondadır ki, deyə biliriksə ki, o zaman segmentləşdirmə aparmaq mütləqdir. Eyni zamanda CRM sistemində adətən, o əvvəldən qeyd etdiyimiz kimi, Pareto qaydasına görə müştərilərin 15-20%, gəlirin 80-85%-ni verir. O müştərilər bizim qızıl açardır. O müştərilərə sən diqqət göstərmirsənsə, o müştərilərin məlumatlarını toplamırsansa, izləmirsənsə, əlbəttə ki, sən o deməkdir ki, həmin gəlirinlə həmin biznesin qazancını, gələcəyini şübhə altına almış olursan. Çünki o müştərilərin getməsi sənin biznesinizə elə zərbələr vura bilər ki, ondan sonra biznes özünə gələ bilməz. O ki, qaldı məlumatların toplanmasına, əlbəttə ki, burada obyektiv, subyektiv səbəblər ola bilər. Obyektiv səbəb odur ki, mənim biznesim bağlandı, onu istifadə eləmirəm. Bura nə deyəcəksən, heç nə daha doğrudan da yalandan neynəsin o proqramı? Biznesi bağlanıb. Amma subyektiv səbəblər daha çoxdur. Bəli, Daha çox olur. Və bəli, mən həmişə tövsiyə edirəm ki, mənə müraciət edənlərə, təlimlərdə tövsiyə edirəm ki, məhsulu yaxşılaşdırmaq istəyirsinizsə, yeni məhsul yaratmaq istəyirsinizsə, müştərilərdən sorğu keçin. Müştərilərdən məlumat alın. Misal üçün, təlim verirdim bank işçilərinə və təlimdə deyirəm, mövzumuz yeni məhsulların yaradılması idi. 2 qrup bölmüşəm, tapşırıq vermişəm ki, hərəsi hansı addımlar atacağıq, yeni məhsulu necə yaradacağıq, adını necə qoyacağıq, məhsulun dediyimiz deməli, unikal özəlliyi nədən ibarət olacaq və s. Və o prosesi sonradan təhlil edirik, gəlib prezentasiya ediblər və s. Hər şey ediblər, rəqibləri izlədik, bazara baxdıq, hətta xarici bazara baxdıq, hətta belə elədik. Amma bir şey eləmir heç kəs. Müştəridən soruşmur. Müştəridən soruşmur. Mən deyirəm, əzizim, bu məhsulu kimin üçün yaradırıq biz? Müştəri üçün. Əgər mən müştəridən soruşmadan öz fikrimlə onun üçün məhsulu yaradıramsa, o mənim məhsul öz xoşuma gələcək. Çünki mən öz ağlımda, öz fikrimlə yaratmışam onu. Mənim xoşuma gəlməyə bilməz, o mənim məhsulumdur. Amma müştərinin xoşuna gələcəkmi? O Dale Carnegie'nin dediyi kimi, mən deyir, çiyələkli qaymağı çox sevirəm. Amma balıq tutmağa gedəndə özümlə soxulcan aparıram. Çünki balıq onu çox sevir. Yəni, indi burada da mən ona misal çəkirəm, deyirəm ki, hesab edin ki, mənim restoranıma müştəri gəlib, mən ondan soruşmuram nə yiyəcəksən. Gətirirəm, bozbaş qoyuram qarşısına, sonra başlayıram onu tərifləməyə, reklam eləməyə ki, bizim aşpaz, nə bilim, müsabiqə lavreatıdır, nə bilim, bunun əti, bilmirəm, filan dağlarda otlayan qoyun ətindəndir. Yəni, sən onu necə tərifləsən, təriflə, adam bozbaş yemək istəmir. Sən müştəridən soruşmalısan. Bəs ən yaxşı məlumat mənbəyi odur. Əgər məhsulunu, keyfiyyətini artırmaq istəyirsənsə, ən yaxşı məlumat mənbəyi onu səndən alan müştərilərdir. O deyəcək ki, bax, bu mənim üçün əlverişsizdir. Bax, belə eləmək mənə bu imkanları vermir. Bax, mən istəyərdim ki, bunda bu olsun, bu olsun. Onda artıq o doğrudan da məhsulu yaxşılaşdırmaq üçün ən ucuz əslində, ən ucuz və ən dəyərli məlumatdır. Misal üçün deyək, mən o vaxtları şirkət olaraq müştəri məmnunluq səviyyəsini ölçmək üçün bir banka müraciət eləmişdik. O bank bir reklam klipinin çəkilməsinə $300.000 pul xərcləmişdi. Bir dəqiqəlik yarım reklam çəkmişdilər. O bank indi bağlıdır, adını da demək istəmirəm. Amma onun rəhbəri müştəri razılığını öyrənmək üçün $5.000 bir layihəni maliyyələşdirmədi.
Amma o 300 min dollar verib dəqiqə yarımlıq reklamı çəkdilər. Sonra hələ filan qədər pul xərcləyib televiziyada onu reklam elədilər. Sonra da əks feedbackləri aldıqlarına görə o reklamı ümumiyyətlə yığışdırdılar. İndi təsəvvür edin, əgər sən öz müştərindən soruşmursan ki, sənin yediyin xoşuna gəldi, gəlmədi. Sən nə istəyərdin görəsən? Sən bunu necə görmək istəyərdin? Bunları soruşmursan, amma özün özünə deyirsən ki, mən yaxşı oğlanam, mənim məhsullarım əladır, məndən yoxdur və s. Yəni bu hesab edirəm ki, kökündən yanlış yanaşmadır və son nəticədə biznesin çökməsinə, müştəri məmnuniyyətinin aşağı düşməsinə təsir edən əsas faktorlardan biridir. Əla, super misaldır və rezümə etmək üçün də yaxşı bir deməli mövzudur, səbəblidir. Deməli, müştəri məmnuniyyəti, müştəri münasibətlərində olması elə açar söz burada müştərini diqqətlə dinləməkdir. Diqqətlə dinləmək üçün də əlbəttə ki, sizin dinləyən qulağınız onunla məşğul olan, birbaşa məşğul olan sizin əməkdaşlar, düzgün əməkdaşları seçmək lazımdır. Və eyni zamanda da o kommunikasiya yolları ki, hansı ki, müştərini dinləmək imkan verir sizə, onlar çox işlək vəziyyətdə olmalıdır, əlçatan olmalıdır, əlverişli olmalıdır və daim qısa müddətdə onlara cavab verilmək üçün bir mexanizm qurmalısınız. CRM deyə bilərsiniz, Excel deyə bilərsiniz, müştəri münasibətləri üzrə menecer deyə bilərsiniz. Müştəri, hətta mən bir şirkət tanıyıram, müştəri xoşbəxtliyi üzrə mütəxəssis vəzifəsi təyin ediblər. Və əlbəttə ki, sizin bütün bu sistemləri qurandan sonra, bütün bu müştəri münasibətlərinin yaxşılaşdırması üçün bütün alətlərdən istifadə edəndən sonra, hansı ki biz bu görüşdə sadaladıq, axırda əldə etdiyiniz deməli nə olacaq? Birinci olacaq ki, müştəri təkrar sizə yanınıza gələcək. Təkrar satışlarınızı atacaq. İkinci məsələ o olacaq ki, sizin müştərilər addım başı sizi tövsiyə edəcəklər. Üçüncü məsələ o olacaq ki, sizin satış və yaxudsa marketinq xərciniz dəfələrlə aşağı olacaq. Ona görə ki, biz bilirik ki, yeni müştərinin cəlbi bir neçə dəfə bahadır. Mövcud müştərinin davamlı şəkildə bizimlə çalışması ilə bağlı. Və burada ən vacib məsələ, bəlkə də digərlərinin deməli, nəzərə almadığı bir məsələ var. Əgər müştəri məmnundursa, sizdə xidmətlərinizin qiymətlərini qaldırmaq üçün gözəl bir imkanlar açılır. Heç vaxt müştəri əgər narazıdırsa, qiymət qaldırmaq haqqında düşünmür. Xeyri də yoxdur. Amma müştəri məmnundursa, siz qırağına bir balaca bir cüzi bir dəyişiklik etməklə onsuz da məmnundur. Siz qiymətlərinizi rahatlıqla 10-15% qaldır. Yəni daha çox qazanmaq imkanlarınız var. Və bir də məsələ var burada. Bəlkə də bu sahibkarların diqqət etmədiyi bir məsələdir. İlkin müştəri məmnuniyyətinin verdiyi faydalar nədir? Müştəri məmnun deyilsə, narazıdırsa, bizlə belə məişət dilinə deyinirsə, bizlə davadadırsa, ən çox burada ön cəbhədə olan əməkdaşlar əziyyət çəkirlər. Yəni onlar o müştərinin mənfi energetikası, neqativ hallarını, fikirlərini, emosiyalarını qəbul edirlər və bu yavaş-yavaş front ofisdən back ofisə sızmağa başlayır. Və əmin ola bilirsiniz ki, özünə hörmət edən, gələcəyini, perspektivlərini bilən və karyera qurmaq istəyən əməkdaş heç belə şəraitdə çalışmaq istəmir. Siz ən yaxşı əməkdaşlarınızı itirmiş olacaqsınız. Düşünürəm ki, elə bu məsələ də sizin üçün çox önəmlidir ki, əməkdaşlarınızla bağlı məsələ ki, siz müştəri münasibətlərinə bu görüşdən sonra daha çox diqqət və vaxt ayırarsınız. Düşünürəm ki, çox maraqlı görüş oldu, çox deməli faydalı bir görüş oldu. Biz demək olar ki, bütün segmentlərə toxunduq. Praktik olaraq həm B2B, həm B2C, həm də praktiki misallar çəkdik. Sizin sonuncu bir deməli qeydinizi də önə çəkmək istəyirəm və bununla da görüşü yekunlaşdırmaq istəyirəm ki, kiçik şirkətlərdə müştəri münasibətləri qurmaq çox rahatdır. Bunu indi siz öyrənməsəz, böyük şirkətlərdə qura bilməzsiniz. Amma yox, böyük şirkətsə və çox pilləli iyerarxiya varsa və çətinlik çəkirsinizsə, mən o tövsiyə mövzusu var da ki, əgər
güvəndiyin, etibar etdiyin və əmin olduğun adamı tövsiyə etsən. İlkin müəllimin xidmətlərini sizə tövsiyə edirəm ki, rahatlıqla o böyük şirkətlərdə müştəri məmnuniyyəti iyerarxiyası sistemini qurmaqda sizə dəstək ola bilər. Bununla da görüşümüzü yekunlaşdıra bilərik müəllim. Çox sağ olun Emin bəy. Ümidvaram ki, dinləyicilərimiz üçün də faydalı oldu. Ən azından bir-birimizin praktikasından mən də nəsə öyrəndim özüm üçün və bütün bizim də sahibkarlara xoşbəxt müştərilər, xoşbəxt işçilər arzulayırıq. Əla. Çox sağ olun dinlədiyinizə görə. İlkin müəllim, sizə təşəkkür edirəm ki, çox Mən dəyərli təşəkkür edirəm. məlumatlarla izləyicilərimizlə və şəxsən mənimlə paylaşdınız. İnşallah növbəti görüşdə görüşmək ümidi ilə. Sağ olun. Salamat qalın, sağ olun.